Bunun məsəl üçün qayçılar var da, bərk qayçılar, toyuq qayçısı zat. O ilə də təmizləyəndə daha rahat təmizlənir. Bir də onlar da. Bir də görürsüz üstündə pulcuqlar olanda pulcuqlarını da təmizləyir. Onu necə edirik? Məsəl üçün zaqatovka otağında onu eləyəndə rahat olur suyun içində. Zaqatovka otağı olmayanda götürürük zibil paketin, açırıq bütöv, yapışdırırıq divardan, bir də ki dəzgahımızın üstünə. Orada rahat təmizləyirik. Nə sıyır balığın pulcuğu zadı, hamısı düşür onun üstünə. Belə amma təmizləyəndə məsəl üçün sıyır aləmə o da var. Ona görə təmizliyə görə rahat olsun deyə yığışdırmaq. Bundan sonra bir də daskon çikili qalır. Zibil klokunu götürürsən, yığırsan, tullayırsan. Təmizləyirsiniz. İndi nə edəcək uşaqlar? İçindən, baş hissəsindən, bax burada görürsünüz birləşən hissə var. O qıranda başı aralanır burada sümükdən, onurğadan. Bax gördünüz? Düz elə bir ki, ulğum hissəsindən. Bıçağı yox, bıçağı belə basmırsan, ucu ilə basırsan ki, təmiz bölməyəsən başın. Vəsə, bölündü o. Əsas bu sümük çıxsın buradan bir dənə. Aralandı bu şey. Ondan sonra onurğasını rahat götürə bildik. Aha, bax bu hissədən bir dənə bastım bıçaqla, xırt eləyir, bir daha belə eləyəndə çıxır o avtomatik. Çünki yumuşaqdır bunlar. Baxım sizdə. Bu da çıxıb. İndi nə edəcək uşaqlar? Burada biraz həssas olmaq lazımdır. Dediyim kimi, yəni bıçağı hiss eləmək lazımdır. Ki, çox ətdən götürməyəsiniz də, ancaq onurğasından çıxardasınız. Ona görə, baxın, buradan bu hissədən, görürsünüz, bax bu hissədən. Burada bunun belə deyək də, loru dildə onurğaları da bu, qabırğaları daha doğrusu, buradadır. Onurğasını çıxartmaq üçün buradan yavaş-yavaş həssas. Əlinizi düz tutursunuz, aşağıdan başlayırsınız birinci, sonra yuxarıdan eləyəcək. Ətə çox zərər verməməkdir, zədə verməmək şərti ilə. İndi bunu bıçağı, bir də mənə baxın. Bax, görürsünüz, buradan saldım bıçağı. Bax, kəsəndə yüngül xırt-xırt eləyir. Ucu ilə bıçağın. Ki, sümüyə çox, ətə çox zərər verməyəsiniz. Baxın, uşaqlar, gəlib burada bura çatanda, bax, gördünüz, aralandı. Bax, burada təmiz sümükdən aralanan hissəsindən. Yəni, ancaq onurğası çıxdı da. Bax, ət qaldı üstündə, gördün. Çalış ət qalmasın. Bax, görürsünüz necədir? Nə qədər ət az qalsa üstündə, o qədər yaxşıdır. Çünki bunun nə canı var, bir amcı canı var bunun. O ət də onun üstündə getdi ki, pişirəndə heç nə qalmır.